Bilirsiniz ki, cəmiyyətdə təbəqələşmə bəzən fərdlər arasında olan bağlılığı qırır. Hətta bəzi insanlar zənginləşdikdən sonra öz ən yaxın dost-tanışlarını belə, ən yaxın qohum-əqrəbalarını belə kənarda tuturlar. Onlardan uzaqlaşırlar. Qur'anda da bunun nümunəsi var. Məsələn, Qarun. Həzrət Musa əleyhissalamın yaxın qohumu idi. Ya xalası oğlu olub, yaxud əmisi oğlu. Yoxsul bir şəxs idi. 3 dəfə Musa əleyhissalamın yanına gəlib zənginləşməsi üçün dua etdi. Musa Tur-i Sina dağında uca Rəbbimizə bu hadisəni dedi. Hər dəfədə də Allah belə vəhy etdi ki, ya Musa, Qarun üçün belə yaşamağı daha üstündür, daha yaxşıdır. Lakin Qarunun razılaşmamağı, Musanı təkidlə bu işə dua etməsini istəməsi sonda o qədər zənginləşdi ki, ayədə buyurulur ki, onun var dövlətinin açarını bir dəstə adam daşıyırdı. Amma aqibət nə oldu? O cür qohum, Musanın yaxın dostu, Musanın arxasında ön cərgədə namazda dayanan bir şəxs zənginləşəndən sonra nəinki Musanı tərk elədi, hətta bir xanıma yüksək miqdarda qızıl verib, Musa sabah filan yerdə moizə edəcək, get ora, moizəsi zamanı sözünü kəs, denən ki, dünən sən mənə sataşmaq istəyən şəxs deyilsənmi? Belə bir işə, belə böyük bir günaha belə Qarun əl atmış oldu. Doğrudur, bəzi mənbələrdə göstərilir ki, o xanım ayağa qalxdı, amma Allah onun dilini elə dəyişdi ki, Qarunun ona qızıl müqabilində Musanı ləkələməsini dedi. Musa əleyhissalam Qarunu çağırtdırdı, hadisənin doğru olduğunu onun dilindən öyrəndikdən sonra bəzi rəvayətlərdə göstərilir ki, Qarunu yerə əmr etdi, yer onu özünə çəkdi. Bəzi rəvayətlər deyir ki, elə ki, Qarun yarıya kimi çəkilmişdi, dedi, sən mənim var dövlətimə görə bunu edirsən. Musa onun var dövlətin onun özündən əvvəl yerə əmr edib, yerə çəkdirib. Əlbəttə ki, məsum bizim etiqadımıza görə elə bir şəxsdir ki, Allah ona onun özünün izni ilə istədiyi şeyi həyata keçirməsi iznini verib. Məsələn, İsa ölüləri dirildir, palçıqdan quş düzəldir, ona üfürür, cana gəlir və s. Burada əcaib bir şey yoxdur.